Targovada adam sayı limiti olmayan, acika, qatıq və çörəyin limitsiz olaraq verildiyi münasib qiymətli bir xəngəl seti tapmışam. Biz 5 nəfər olaraq getmişdik. Təsəvvür edin, adam başına cəmi 9 manat ödədik. Burada müxtəlif xəngəl setləri var və setlər Gürcüstanın şəhərləri ilə adlandırılıb. Bizim sifariş etdiyimiz setin adı Tbilisi idi. Setə 4 port yayma xəngəl, 12-si sadə, 6-sı qızarmış olmaqla ümumilikdə 18 ədəd Gürcü xəngəli, asorti turşu, 2 ədəd nataxtari limonad, limitsiz olaraq da çörək, acika və qatıq daxildir. Setin qiyməti isə cəmi 44 manat. Heç bir servis haqqı da yoxdur. Mən bu günə kimi bir çox məkanlarda xəngəl dadmışam. Sizə əminliklə deyirəm ki, içərisinin ətinin ən bol olduğu xəngəl buradadır. Yayma xəngəllər də çox dadlı idi. Üstündəki soğanı xüsusilə qeyd etməliyəm, çünki çox gözəl qızartmışdılar. Burada sizin üçün məkanın həm xəngəl, həm də kabab set menyularının videosunu çəkmişəm. Təsəvvür edin, antrikotun da daxil olduğu 2 nəfərlik kabab seti 32 manatdır. Məkan səliqəli və təmiz bir yerdir, interyeri də göz oxşayandır. İndidən deyim, bir ümumi zal var, çox da böyük bir yer deyil. Məkanın adı tək xəngəl deyil, Targovada Xəqani Ticarət Mərkəzinin 3-cü mərtəbəsində yerləşir. 2 nəfərlik kabab setimizi sizə təqdim edirik. Deməli, setə kabablardan hərəsindən 2 ədəd olmaqla antrikot kababı, tikə kabab, quzu lülə, toyuq kababı və pomidor kababı, soyuq qəlyanatlardan asorti turşu, acılı əzmə, süzmə, acika, 2 ədəd də seçimə uyğun qarnir daxildir. Kartof fri, düyü və yaxud da bulğur. İçki olaraq da 2 ədəd kiçik boy, fanta, kola və yaxud da sprayt daxildir. Bu gördüyünüz ləziz 2 nəfərlik antrikotlu kabab setimizin qiyməti isə cəmi 32 manatdır. Üstəlik əlavə heç bir servis haqqı da yoxdur. Antrikotun necə ləzzətli olmağını elə qabırğanın incəliyindən başa düşə bilərsiniz. Yəni körpə quzunun antrikotudur. Lülə kabablar isə bol şirəli. Kartof frilər də çıtır-çıtır. Soyuq qəlyanatlarında dadı, duzu, hər bir şey qaydasında. 2 nəfər gəlib ləzzətli kabab setindən doyunca nuş edirsiniz və sonda da cəmi 32 manat ödəyirsiniz.